Dostlar salam. Sizə bu günləri detoks yalanı barədə danışacağam. 90-cı illərdən bəri bütün cəmaatın beyninə salıblar ki, detoks, detoks, detoks. Hərə bir vasitə çıxardır, biri çay çıxardır, biri kofe çıxardır, biri kapsul çıxardır ki, bu kapsul, bu çay orqanizmi detoks eləyəcək. Ümumiyyətlə detoks nədir? Detoks sözü dezintaksikasiya sözündən götürülüb. Bu toksikoloji reanimasiyalarda istifadə olunan bir prosedurdur. Toksikoloji reanimasiyalara, toksikoloji xəstəxanalara, toksikoloji şöbəyə aiddir. Detoksu nə zaman eləyirlər? Detoks, toksikologiya sözündən götürülüb. Dezintaksikasiya sözündən götürülüb. Sadə dildə izah edirəm. İnsanda toksiki zəhərlənmələr, toksiki maddələrlə zəhərlənmələr olanda dezintaksikasiya edirlər. O da bir tabletka ilə, bir çayla yox. Sistemlər gedir. 3 litr, 4 litr sistem gedir. Sonra sidik qovucular vurulur ki, bunu farsaj eləməyə. Yəni, qovmağa, belə deyək. Yəni, bu dezintaksikasyon terapiyadır. Xırdalıqların izah eləmirəm, bu sizə lazım deyil. Amma reallıq budur. Orqanizmə bu tabletkalar, çaylar, kofelər, kapsullar detoksu lazım deyil. Bu marketoloqların variantıdır. Marketoloqların fırıldağıdır ki, siz artıq pullar xərcləyəsiniz. Heç bir detoksa orqanizmdə ehtiyac yoxdur. Ehtiyac olar alkoqol zəhərlənməsi və digər zəhərlənmələr vaxtı orqanizmə dezintaksikasiya lazım olur. Orqanizmin özünün təbii detoks sistemləri var. O dırnaq arasında dediyimiz detoks sistemləri var. Qaraciyər bəs nə üçün lazımdır? Qaraciyər özü orqanizmi toksiki maddələrdən təmizləyir və ödlə xaric edir. Böyrəklər nə üçün lazımdır? Digər zəhərli maddələri böyrəklə xaric edir. Karbon qazı hardan xaric olur? Orqanizmdə lazım olmayan həmin o karbon qazı ağciyərlərlə oksigen gedir, karbon qazı xaric olur. Dərdən gələn tər nədir? O da zəhərli maddələr tərlə xaric olur. Deməli, orqanizmin özünün təbii həmin o detoks sistemi var. Əlavə heç bir kapsula, heç bir detoks çayına ehtiyac yoxdur. Bəli, bəzi preparatlar var ki, qaraciyərin funksiyasını yaxşılaşır, qaraciyərin işləməyini yaxşılaşdırır. O barədə danışmıram, amma insanları aldadıb, detoks kapsullar, detoks çaylar, detoks maddələr satmaq lazım deyil. Aldanmayın bu marketoloqların fırıldaqlarına. Belə də ki, dırnaq arasında detoks istəyirsiniz, kifayət qədər su için, aktiv olun, tərəvəzləyə üstünlük verin. Bu da olacaq sizin həmin o istədiyiniz detoksunuz. Evdə yatıb, tabletka, kapsula, cürbəcür çaylar, kofelər içməklə detoks olmur. Düzgün həyat tərzi sürün, həyat tərzinizi tənzimləyin, həyat tərzinizi dəyişin. Sizin də o dırnaq arasında detoksunuz yerində olacaq. Təbii ki, qərar sizindir. Mən yalnız məsləhət verirəm. Kanalıma abunə olun, videonu paylaşın, sağlam olun, çox sağ olun, minnətdaram.